Amma mənim hər zaman sizinlə verilişlər maraqlı və müzakirəli keçir. İstərdim ki, bu həftə bugünün mövzusundan başlayaq. BMT-də Assambleya New Yorkda, Baş Assambleyada 80-ci sessiyada, həm də yubiley sessiyasında cənab prezident İlham Əliyevin çıxışı, dünyaya göndərdiyi mesajlar və bir neçə maraqlı toxunulması məqamlar var. Ümumiyyətlə mən sizdən cavab almaq istəyərdim. Başlayaq cənab prezidentin çıxışından. Nələr danışıldı, hansı mesajlar göndərildi? Bəli, məlum olduğu kimi dünyanın ən böyük beynəlxalq universal təşkilatı olan BMT-nin, onun baş məclisinin 80-ci yubiley sessiyası keçirildi və bu sessiyada baş məclisdə təmsil olunan 193 dövlətin dövlət başçısı, baş naziri və ya xaricilər naziri səviyyəsində təmsilçilik var idi. Yəni dünyanın diqqəti məhz bu sessiyaya yönəlmişdi və nəzərə alsaq ki, Birləşmiş Ştatların prezidenti Donald Trump da özü də bu sessiyada çıxış edəcəkdi və bunu etdi də. Və Azərbaycan prezidenti İlham Əliyev də bu sessiyaya qatıldı və sessiyaya düz ilk dəfə qatıldığından 22 il sonra qatıldı. Bundan öncə, 22 il öncə, 2003-cü ildə hələ baş nazir statusunda olarkən də cənab prezident bu BMT-nin baş məclisinin sessiyasına qatılmışdı və o zaman isə o zamanki reallıqda əsasən Ermənistan işğalçılıq siyasəti, onun ağır nəticələri, Ermənistanın həyata keçirdiyi o terror siyasəti, onun fəlakətli nəticələri ilə bağlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmışdı. Bundan sonra 2004-cü ildə prezident seçildi 2003-cü ildə, 2004-cü ildə, sonra 2010-cu ildə, sonra 2017-ci ildə BMT-nin ali kürsüsündən cənab prezident çıxışları oldu. 2020-2021-ci ildə pandemiya dövrünə düşdü deyə onlayn şəklində iştirak elədi və hətta pandemiya dövründə cənab prezident BMT baş məclisinin xüsusi sessiyasının çağırılmasına nail oldu. Bu, Qoşulmama Hərəkatının sədri kimi bu imkandan istifadə elədi və çox dünyada da böyük rezonansa səbəb oldu. Bu çıxışlara baxsanız, xüsusilə BMT kürsüsündən canlı onun kürsüdən çıxışlarına baxsanız, əsasən hansı məsələlər idi? Diqqət mərkəzində saxladıq ki, Azərbaycan torpağının 20% işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Ermənistanın arxancılıq sindromu formalaşıb. Ermənistana qarşı heç bir sanksiyalar tətbiq edilmir. ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. O, münaqişənin dondurulması ilə məşğuldur. Status quo vəziyyətini qoruyub saxlamaqla məşğuldur. Və Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20%-dən çox işğal altındadır. 1 milyondan çox məcburi köçkünümüz və qaçqınımız var və eyni zamanda Ermənistan qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirir işğal ərazilərində və bu kimi məsələləri çox böyük diqqətdə saxlayırdı və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırırdı. Amma bu dəfə BMT baş məclisinin 80-ci sessiyasında cənab prezidentin çıxışında ilk cümlələri belə oldu. Dedi ki, bundan öncə, bax indi sadaladığımız məsələləri həmişə diqqətdə saxlayırdıq, amma indi isə biz tarixi zəfərə və sülhə gedən prosesdən danışmaq istəyirik. Yeni geosiyasi reallıqlardan danışmaq istəyirik. Azərbaycanın qarşısına dayanan yeni hədəflərdən danışmaq istəyirik kimi məsələləri qoydu. Və dövlətimizin başçısı bəli, o zəfərə gedən yola bir daha diqqət yetirdi. Xüsusilə BMT kürsüsünə səsləndirdi ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində aydın şəkildə, açıq şəkildə yazılmışdı ki, onun qəbul etdiyi qətnamələrin icrası icbaridir, məcburidir, dərhal, qeyd-şərtsiz və tamamilə Ermənistan silahlı qüvvələri işğal olmuş ərazilərdən çıxarılmalıdır. Amma bu baş vermədi. 28 ildən çox çəkdi ki, baş vermədi və halbuki, yeri gəlmişkən onu da söyləyim ki, BMT nizamnaməsinin, baxın, 25-ci maddəsinə çox aydın şəkildə yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası icbaridir, məcburidir. Yəni, xoşum gəlir, gəlmir, söhbət yoxdur. Qəbul edilibsə, icra edilməlidir. Amma icrası olmadı. Selektiv yanaşma. Bir halda BMT-nin qətnamələri olmadan bir addım atılır. Başqa halda qətnamələr qəbul edilir və dərhal icra edilir. Amma bizim halda isə 30 ilə yaxın vaxt geçmişdi, icra edilmirdi. Və cənab prezidentin BMT kürsüsündən çıxışı və səsləndirdiyi bu faktlar əslində BMT-nin simasını qorumaqdır. BMT-nin öz kürsüsündə bu fikirlər səsləndirir. Simasını qoruyur ki, siz edə bilmədiniz, biz onu etdik. BMT-nin işləməyən 4 qətnaməsini biz həyata keçirdik. Ərazi bütövlüyü və suverenliyimizi təmin etdik.
Cənab prezident bu istiqamətdə çox mühüm mesajlar idi. Minsk qrupu ilə bağlı söylədi. Dedi, bu qrupun fəaliyyəti heç bir nəticə vermədi. Yadınızdadır, onlar həmişə sinələrinə döyürdülər ki, bu ATƏT-in Minsk qrupu olmasaydı, bu münaqişə çoxdan müharibəyə çevrilmişdi. Bəs müharibəyə çevrildi də. Çevrildi, daha heç sinənizə döyməyi, fəxr etməli bir yeriniz qalmadı. Və Azərbaycan yenə hərbi yolla öz torpaqlarını azad etdi və hərbi siyasi yolla biz indi istəyirik ki, sülhə biz nail olmaq istəyirik. Hərbi yolla ərazi bütövlüyü təmin edildi. İndi danışıqlar yolu ilə də sülh müqaviləsi imzalamaq istəyirik. Və cənab prezident vurğuladı ki, biz Vaşinqtonda bu istiqamətdə tarixi razılaşmalar əldə etdik. İlk növbədə hər iki dövlət, həm Azərbaycan, həm də Ermənistanın Xarici İşlər Nazirləri səviyyəsində və Birləşmiş Ştatların prezidentinin iştirakı ilə, onun şahidliyi ilə bizim bu sülh müqaviləsi paraflandı. Paraflanma o demək ki, daha onun heç bir dəyişikliyi olmayacaq. Yetər ki, sülh müqaviləsi imzalansın və regionda yeni reallıqlar yaransın. Amma sülh müqaviləsi niyə imzalanmır? Çünki Ermənistan hələ də bir şərtimizi yerinə yetirdi. ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı. Və bu Vaşinqtonda razılaşdırıldı və bu ilin sentyabr ayının 1-dən artıq ATƏT-in Minsk qrupu yoxdur. Artıq tarixin arxivinə atılıb qalıb. Amma biri qalıb. Məsələn, bizim bir deməli mövqeyimiz hələ Ermənistan tərəfindən nəzərə alınmayıb. Bu da Azərbaycana qarşı Ermənistan konstitusiyasının onun preambulasındakı iddialardan gedir, ərazi iddialarından gedir. Revanşist iddialar. Revanşist iddialardan gedir və bu ideya da olmasaydı və bu sənəddən də həmin iddia götürülsəydi və indi sülh müqaviləsi imzalanardı. Deməli, məsuliyyət Ermənistan üzərinə düşür və cənab prezidentin bax bu çıxışından sonra bilirsiniz ki, Moskvadan New York'a uçan Paşinyan çıxış etdi və bildi ki, ölkəsi 2026-cı ilin 7 iyun tarixində parlament seçkiləri keçirmək istəyir və bizə yenidən erməni xalqa etimad göstərib bizi seçərsə, bundan sonra biz referenduma getmək istəyirik və Ermənistanın yeni konstitusiyasını, konstitusiya düzəlişlər yox ha, yeni konstitusiyasını qəbul etmək istəyirik və bu artıq Azərbaycan prezident növbəti diplomatik qələbəsidir ki, artıq Ermənistanın dövlətinin rəhbəri BMT kürsüsündən belə bəyan etdi ki, biz belə bir konstitusiyamızı dəyişiklik edəcəyik və yeni konstitusiya qəbul edəcəyik. Bu halda isə Azərbaycana qarşı ərazi iddiasından imtina təbii ki, birinci əsas məsələlərdən biri olacaq. Və cənab prezident bütün bu təhlükəsizliklə bağlı məsələlərlə danışarkən, burada bir məqama da diqqət cəlb etmək lazımdır ki, bax, Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalar beynəlxalq ictimaiyyətə çatdırıldı. Onun propaganda yeri oldu New York şəhəri və beynəlxalq ictimaiyyət, dünyanın liderləri bildilər ki, cənab prezidentin dilindən eşitdilər ki, bu sülhdən danışırıq, sülh müqaviləsinin və paraflanmış bu sənədin bütün baza prinsiplərinin, o 5 prinsipi biz irəli sürmüşük, müəllif bizik. Bütün dünya bildi ki, bu sülh müqaviləsinin layihəsini də biz hazırlamışıq. Onun müəllifi bizik və biz regionda sülh istəyirik və cənab prezident söylədi ki, biz müharibəni udmuşuq, biz indi sülhü qazanmaq istəyirik. Bizim bu formulamız məhz belədir.